buradakı əsas proses, iyun ayının 14-dəki proses kifayət qədər ciddi baş verə bilər. Bu barədə mən danışmaq istəyirəm. İyun ayının 14-dəki prosesə geniş olaraq nəzər salmaq istəyirəm mən. İyun ayının 14-də, 13-dən 14-dən keçən Naxçıvanın dağ kəndlərində leysan və dolu potensialı var. İyun ayının 14-ü artıq günün birinci yarısından başlayaraq Dağlıq Şirvanda artıq havada buludluq artacaq. İyun ayının 14-ü günün birinci yarısında və gündüz saatlarında Dağlıq Şirvanda artıq ciddi bir havada buludluğun artması, topa yağış buludlarının aktiv inkişafı gözlənir. Eyni zamanda Kiçik Qafqazda, Naxçıvan dağlıq kəndlərində, eyni zamanda bu Gəncə, Qazax, Ağstafa ərazilərində də havada buludluğun artması potensialı var. İyun ayının 14-ü gündüz saatlarından başlayaraq hər keçən saat qeyri-sabit temperatürdə artacaq. Nəticədə Dağlıq Şirvanda, mərkəzi alanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir ətraf rayonlarda, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz rayonlarında, Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbizər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvan dağ kəndlərində hava şəraitinin cəhətinin dəyişilməsi gözlənir. İyun ayının 14-ü artıq günorta saatlarına doğru bu sistem daha da güclənəcək və Böyük Qafqaz, Gəncə, Qazax, Kiçik Qafqaz, Naxçıvan və mərkəzi Aran rayonlarına doğru yayılacaq və hətta iyun ayının 14-ü artıq günün ikinci yarısında bu sistemin daha da güclənməsi və Kiçik Qafqazda, Zəngəzurda, Təbriz ərazisində ciddi bir leysan dolu potensialı var. Eyni zamanda Böyük Qafqazın Dağlıq Şirvan, Quba, Qusar rayonlarında, mərkəzi Aran rayonlarında və Daşkəsən, Gərəbə, Mingəçevir və ətraf rayonlarda ciddi bir leysan dolu potensialı var. İyun ayının 14-ü günün ikinci yarısı axşama doğru bu sistem Cəlilabad, Astara, Masallı, Lənkəran, Leriş, Yardım rayonlarına doğru yayılacaq. Eyni zamanda iyun ayının 14-ü akşam saatlarında Kiçik Qafqazda və Naxçıvanda da leysanla davam edəcək. Lənkəran yardım verişdə iyun ayının 14-də lokal leysan və dolu potensialı var. Bu barədə birbaşa PEC məlumatları təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Çünki PEC görüntüləri ona görə izləmək çox vacib sayılır. Çünki qlobal modellərin göstərdiyi yağıntılarla birbaşa real vəziyyət çox fərqli ola bilir. Bu sistemin trayektoriyası daha çox hansı rayonların keçməsi haqqında birbaşa PEC məlumatlarını biz baxanda anlayırıq ki, artıq bu sistem daha çox hansı rayonlara təsir edəcək. Yəni real zamandakı vəziyyət çox dəyişən ola bilir. İyun ayının 15-i, 14-dən 15-nə keçən gecə, yəni Kiçik Qafqazda və Mərkəzi Aranın cənub hissəsində lokal xarakterli bir proseslər gözlənilir. İyun ayının 15-i günün birinci yarısında bu sistem Mərkəzi Aran, Dağlıq Şirvanda və Quba, Qusar arasında aktiv olacaq. İyun ayının 15-i günün birinci yarısı, günorta saatlarına doğru Dağlıq Şirvanda ciddi bir topa yağış buludlarının aktiv inkişafı gözlənir. İyun ayının 14-dən 15-nə keçən gecə saatlarında və 15 iyun gün ərzində Dağlıq Şirvanda və Bakı-Abşeron-Sumqayıt ərazisində topa yağış buludlarının aktiv inkişafı gözlənir. Dağlıq Şirvanda leysan, dolu, ildırım potensialı var. Bu sistem Hacıqabul, Saatlı, Saravad rayonlarına doğru yayılacaq. Bu sistemin bir qolu hətta Sumqayıt istiqamətindən Abşeron yarımadasına doğru daxil ola bilər. Şimalda növbəti bir süper gücdə bir buludların aktiv inkişafı gözlənilir. Yəni iyun ayının 14-ü axşamdan başlayaraq 15 iyun gün ərzində Bakıda potensial olaraq leysan, lokal dolu ehtimalları var. Bu riski nəzərə almaq lazımdır. Və birbaşa PEC və radar məlumatının təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Eyni zamanda bu gördüyünüz kimi iyun ayının 15-i günorta saatlarına doğru Xəzər dənizində ciddi bir buludlanma olacaq. Quba, Qusar, Xaçmazda ciddi bir leysan potensialı var. Dağlıq Şirvanda və Mərkəzi Aranda, Abşeronda da hava şəraitinin yenidən cəhətinin dəyişməsi potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 15-i günün ikinci yarısına doğru, günorta saatları və günün ikinci yarısına doğru Dağlıq Şirvanda, Quba, Qusar, Xaçmazda ciddi bir leysan potensialı var. Kiçik Qafqazda leysanla dolu potensialı var və Cəlilabad, Asrada da hava şəraitinin cəhətinin dəyişiklik potensialı var. İyun ayının 15-i axşam saatlarına doğru da bu sistem Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Dağlıq Şirvanda və Sumqayıt, Qobustan, Mərəzər istiqamətində aktiv olacaq. Deməli, iyun ayının 14-ü və 15-i nağd olaraq Bakıda hava şəraitinin cəhətinin dəyişilməsi potensialı var, dolu potensialı var. Bu riski nəzərə almaq lazımdır və birbaşa PEC və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. İyun ayının 15-i axşam saatlarına doğru gördüyünüz kimi Dağlıq Şirvanda, Kiçik Qafqazda, Mərkəzi Aranda və Cəlilabad arasında ciddi bir aktiv bir sistemlər gözlənilir. Bu da leysan və dolu ehtimalları gözlənilə bilər. Yəni bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 15-i axşama doğru bir sistem nisbətən zəifləyəcək, lakin bu aldadıcı olacaq. Mingəçevir və ətraf rayonlarda Qəbələ, İsmailə ərazilərində ciddi bir yağıntı və dolu potensialı var.
İyun ayının 16-sı günün birinci yarısına doğru Qəbələ arasındakı buludlar Mərkəzi Aralıq rayonuna doğru yayıla bilər. Çünki burada ekstratronik siklon sisteminin bu şimal-qərbdən bu orta troposferin daşıdığı hava axınlarıyla bu buludlar artıq şimaldan cənuba doğru yaxınlaşa bilər. Bu potensial da var. İyun ayının 16-sında saat və saat baxmaq istəyirəm. İyun ayının 16-sında günorta saatlarında yenə də Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda, Kiçik Qafqazın Daşkəsən, Cəlibə, Kəbizə, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilaa, Naxçıvan, Dağ kəndlərində Təbriz istiqamətində Ərdəbildə və bu Cəlilabad asırda da yenidən leysan və dolu potensialı var. İyun ayının 16-sı günorta saatlarında. İyun ayının 16-sı axşama doğru bu proses nisbətən zəifləyəcək. Lakin iyun ayının 17-sindəki prosesə baxmaq istəyirəm. İyun ayının 17-si günorta saatlarında yenidən Kiçik Qafqazda, Daşkəsən, Cəlibə, Kəbizə, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilaa və Quba, Qusar arasında topa yağış buludların aktiv inkişafı potensialı var. Bu riski nəzərə almaq lazımdır. İyun ayının 18-sində, iyun ayının 18-dən keçən gecə və 18 iyun günün birinci yarısında Quba, Qusar arasında, Xaçmazda və Balkan-Zaqatalada lokal bir leysan və dolu potensialı var. İyun ayının 18-i gündüz saatlarındakı prosesə baxanda görürük ki, iyun ayının 18-i günorta saatlarında Daşkəsən, Cəlibə rayonlarında, Kiçik Qafqazda və Böyük Qafqazda və Qazax Ağstafada leysan və dolu potensialı var. Deməli, qeyri-sabiti davam edəcək. İyun ayının 18-i axşam və gecəyə doğru, iyun ayının 18-dən 19-dan keçən gecə Qazax Ağstafa arasında ciddi bir leysan potensialı var. İyun ayının 18-dən 19-dan keçən gecə Qazax Ağstafa, Tovuz, Şəmkir, Gəncə arasında ciddi bir leysan potensialı var, dolu potensialı var. Bir riski nəzərə almaq lazımdır. İyun ayının 19-u gündüz saatlarında Quba, Qusar, Xaçmaz, Xızıl, Siyəzən, Dağlıq Şirvan, Qobustan, Mərəzə, Sumqayıtda ciddi bir topa yağış buludları aktiv inkişaf edəcək. İyun ayının 19-unda Bakı, Abşeronda leysan potensialı var. Kiçik Qafqazın Daşkəsən, Cəlibə, Kəbizə, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda ciddi bir yağıntı potensialı var. Eyni zamanda iyun ayının 19-u Cəlilabad asırda da leysan potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 20-sində 20 iyun ciddi bir hava dəyişikliyi baş verməyə bilər. Qlobal model siqnalı verilir. Lakin iyun ayının 21-indəki prosesə baxmaq istəyirəm. İyun ayının 21-də də yenə Kiçik Qafqazda nağd bir yağıntı potensialı var. Deməli, iyun ayının 20-sinə qədər Qafqaz arasında qeyri-sabit hava şəraiti davam edəcək. İyun ayının xüsusilə də 19-undakı proses artıq gördüyünüz kimi, baxın, iyun ayının 19-undakı proses bu Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvan, Qobustan, Mərəzədə və Kiçik Qafqazda Cəlilabad asırda ciddi bir leysan və dolu potensialı var. Deməli, iyun ayının 14-dən 15-dən keçən gecədən başlayaraq 15 iyun gün ərzində Dağlıq Şirvandakı buludların Bakı, Abşeronuna daxil olması və lokal dolu potensialı var. İkinci proses isə iyun ayının 19-unda yenidən Dağlıq Şirvan, Qobustan, Mərəzədəki lokal topa yağış buludların Bakı, Abşeron, Sumqayıt arasında daxil olması potensialı var. Ümumilikdə bir daha bildirirəm ki, iyun ayının həm ikinci 10 günlüyündə, həm də üçüncü 10 günlük ərzində hava şəraiti Qafqazın cənubundan tez dəyişim keçəcək. Çünki orta troposferdə atmosfer təzyiqi tez-tez azalıb artacaq. Bu da ciddi bir topa yağış buludlarının aktiv inkişafı üçün münbir sınaqlı şərait səbəb olacaq. Yəni, birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarını izləmək vacib sayılır və bu barədə son dəqiqə məlumatları kanalda yayımlanacaq.